Hər vaxtınız xeyirli olsun, hörmətli izləyicilər. Belə bir 3 otaqlı həyət evi çəkib təqdim edirəm. Metroya gedən marşrut yolunun düz üzərində Masazırda yerləşir 569 nömrəli marşrut yolunun kənarında. Evin qiyməti 59 min manatdır. Həyət yanı sahə kifayət qədər genişdir. Bu həyət yanı sahəyə malik bu qiymətə ev yoxdur. Sənədli evdir, sənəd torpağın küçəsi çıxarışıdır. Evin çöl görünüşü bu qaydadadır. Solda gördükləriniz artıq satılıb, yaşayış var. Həyət yanı sahəyə 4 maşın daxil ola bilər. Kommunallar mövcud və daimidir. Qazın suyun işığın fasiləsi olduğu bir ərazidə mərkəz kanalizasiya var. Daxil oluruq evə. Evin daxilini proyekti ilə tanış edim. Təxminən 75-80 kvadrat metrlik bir evdir. Qaz xətti mətbəxə daxil edilib. Mətbəx hardasa 2-nin 5 ölçülərində də 10 kvadrat metrlik bir sahəsi olar. Yəni ölçü çox yaxşıdır. Daha sonra diğer hissələrlə mən sizə tanış edeyim. Solda mətbəx, sağda evin qonaq otağı yerləşir. Belə bir qonaq otağı. Evin qiyməti 59 min manatdır. Satışda hər büdcəyə uyğun evlərimiz var. Nağd və kredit olmaqla bizə dəstək olmaq üçün videonu bəyənib paylaşmağı unutmayın. Hər büdcəyə uyğun, hər kəsin büdcəsinə uyğun çalışırıq ki, evləri sizə çəkib təqdim edək və bütün evsizlərə biz də bacardığımız qədər kömək olaq ki, münasib qiymətli evləri çəkib sizlərə təqdim edə bilək. Burada evin sanuzeldə təkcə bu divar, mətbəxin sanuzelin olduğu hissə, bu hissə təkcə tək daşdır, ölçüyə görə o qaydada verilib. Qiymət 59 mindir, real alıcılara endirim olunacaq. Sənəd torpağın çıxarışıdır. Nömrəm 077 744 36 33. Sağ olun, hələdir.